Məzar insan nəinki özü, hətta onun qəbri də artıq unudulmaq üzrədir. O, Azərbaycan teatrının ən kasıb aktyoru hesab olunan Hamlet Qurbanovdur. Bugün sizə Hamlet Qurbanov haqqında danışacağım. Və onun gördüyünüz kimi baxımsız, sahibsiz, tənha məzarını göstərəcəm. Hamlet Qurbanov 1938-ci ildə Bakıda anadan olub. Onun atası dövrünün tanınmış aktyoru Ağadadaş Qurbanov, anası isə opera müğənnisi Gülxar Həsənova idi. Ağadadaş Qurbanovla Gülxar Həsənova 1937-ci ildə ailə qururlar və 1938-ci ildə onların Hamlet adlı övladları dünyaya gəlir. Amma bu ailə çox uzun sürmür. 1942-ci ildə Ağadadaş Qurbanovla Gülxar Həsənova boşanırlar. Yəni bu boşanma tarixçəsi haqqında çox yazılıb, çox danışılıb. Mən bu barədə söhbət edib vaxtınızı almaq istəmirəm. Yəni ailə dağılır və Hamlet Qurbanov uşaq yaşlarından atasız qalır və o anası ilə yaşamağa başlayır. Ağadadaş Qurbanov ondan sonra başqa bir qadınla ailə qurur və bu evlilikdən onun iki qızı Firəngiz və Gülşən Qurbanovalar dünyaya gəlir. Amma Gülxar xanım isə ömrünün sonuna qədər ərə getmir və o bütün həyatını öz oğluna həsr edir. Hamlet Qurbanova. Həyatına gəldikdə isə Hamlet bir dəfə ailə qurur, o Cəmilə adlı qadınla öz həyatını qurur və bu evlilikdən onların Səlim adlı övladları dünyaya gəlir. Amma bu evlilik ömrü uzun çəkmir. Bir müddətdən sonra Hamlet Qurbanov Cəmilə xanımdan boşanır və Cəmilə xanım oğlunu da götürərək başqa ünvana gedir. Hamlet isə öz anası ilə yaşamağa davam edir. Hamletin ailəsinin dağılmağında da o zamanlar Gülxar xanımı günahlandırdılar. Bilirsiniz, Gülxar xanım Hamleti o qədər çox istəyirdi ki, hətta onu qısqanırdı, başqa qadına qısqanırdı. O istəmirdi ki, Hamlet evə gələndə onun qarşısına başqa bir qadın yemək, çay, su qoysun. Onun bütün bu xidmətlərini Gülxar xanım çəkirdi. Ona görə də mən belə başa düşürəm ki, Hamlet Qurbanovun ailəsinin dağılmağında Gülxar xanımın rolu var. Televiziya tamaşalarından söz düşmüşkən, Hamlet Qurbanovun həyatında baş verən ən kədərli xatirələrdən birini sizinlə bölüşmək istəyirəm. Hamınızın tanıdığı göz həkimi, məşhur göz həkimi tamaşasında Hamlet Qurbanov Profesor İvanov rolunda çəkilirdi. Artıq bir neçə səhnədə çəkilmişdi. Tamaşanın da rejissoru Lütfi Məmmədbəyov idi. Günlərin birində Hamlet çəkiliş pavilyonuna gəlir və görür ki, heç kim də onunla maraqlanmır da. Və istəyir ki, geçsin qrim otağına, paltarını giyinsin, qrim olunsun. Yenə görür ki, ona əhəmiyyət verən yoxdur, yəni çəkiliş heyətindən. Və nəhayət ikinci rejissora yaxınlaşır, soruşur ki, nə məsələdir? Bugün mənim səhnəm çəkilir də, yəni mən gəlmişəm çəkilişə. Ona bildirirlər ki, sən artıq İvanov rolundan çıxarılmısan. Yəni sən bu tamaşada artıq yoxsan. Ona görə də yəni geyinib paltarını evə gedə bilərsən. Və Hamlet Qurbanovu İvanov rolundan çıxarırlar, onun əvəzinə Rafiq Əzimovu çəkirlər. Siz həmin tamaşada Rafiq Əzimovu görürsünüz. Amma orada Hamlet Qurbanov çəkilməli idi. Bundan sonra Hamlet çəkilir bir kənara və oturur, uşaq kimi ağlayır. Bəzi Qurbanovun ölümünə gəldikdə isə o xərçəng xəstəliyinə tutulur. Yəni ona mədə xərçəngi diaqnozu qoyurlar. Uzun müddət müalicə alır və ömrünün son illərini, son günlərini, daha doğrusu son aylarını 5 nömrəli xəstəxanada keçirib, yəni orada müalicə alırdı. Amma anasının, orta nəslin insanlarının yadına gələr. Anası Gülxar Həsənova televiziyaya çıxdı və yalvarırdı ki, onun oğlunun müalicəsinə kömək etsinlər.
mən qeyd etdiyim kimi çox kasıb ailə olublar. Yəni həddindən artıq kasıb olublar. Yəni o müalicəni etməyə Gülxar xanımın, nə də ki Hamlet Qurbanovun maddi imkanı çatmırdı. Ona görə də anası çıxdı efirə, ağlayaraq yalvardı ki, imkanlı şəxslər onun oğluna kömək etsin. Yəni onun müalicəsi üçün bir vəsait ayırsınlar. Təəssüf ki, onun səsini eşidən olmadı. Və o oğlu, dünyalar qədər sevdiyi oğlu onun gözlərinin qarşısında məhv oldu, getdi. Gülxar xanım burada güllər əkirdi, sevimli oğluna xatir. İndi nə Gülxar xanım var, nə də ki onun əkdiyi o güllər. Biz də baxmayaraq ki, qohumları deyilsiniz, amma siz də hər halda yolunuz köhnə qəbirstanlığa düşəndə mütləq Hamlet Qurbanovu ziyarət edin, ruhuna dua oxuyun və əgər bacarsaz, imkanınız olsa məzarına biraz əl gəzdirin, təmizləyin.